Midadan ev almaq üçün nə etmək lazımdır? Bu mənzillərə güzəştli və ya sosial evlər də deyirlər. Buradan yalnız güzəştli kateqoriyaya aid şəxslər mənzil ala bilərlər. Həmin vətəndaşların müraciətləri elektron hökumət portalında, yəni egov.az-da yerləşən güzəştli mənzil sistemi vasitəsilə qəbul olunur. Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilən elektron imza, yəni SIMA rəqəmsal imza, asan imza və ya SIMA token vasitəsilə mümkündür. Güzəştli mənzil sisteminə daxil olursunuz, əvvəlcə tələb olunan məlumatları daxil edirsiniz. Onu da deyim ki, həmin siyahı ilə Midanın saytından tanış ola bilərsiniz. Müraciətə onun qeydiyyata alındığı 5 iş günü ərzində baxılır. Əlavə araşdırma tələb olunarsa, vətəndaşı məlumatlandırmaqla bu müddət 10 günə kimi artırıla bilər. Müraciət edən şəxsin güzəştli kateqoriyaya aid olması müəyyən edildikdə ona elektron kabinet verilir. Elektron kabinetə sahib olan istifadəçi güzəştli mənzil sistemində şəxsi kabinetə daxil olub bildirişləri görə bilər. Elə mənzillər də satışa çıxanda şəxsi kabinetə bildiriş gəlir. Həmin şəxslər mənzillər barədə məlumat almaq və növbəti mərhələdə mənzil seçimini etmək imkanı əldə edirlər. Qeyd edək ki, mənzili həm güzəştli ipoteka krediti hesabına, həm də öz vəsaiti hesabına əldə edə bilərsiniz. Bəs Midadan kimlər ev ala bilər? Güzəştli kateqoriyaya hansı şəxslərə aiddir? Bu növbəti buraxılışımızın mövzusu olacaq. İzləmədə qalın, suallarınızı rəy bölməsində yazın, cavablandıraq.